Hər kəsə salam. Deməli biz işığımızı falan söndürmüşük. Hazırlaşmışıq. Aylişkam geyinib, biz də geyinmişik. Hamımız hazırıq. Gedirik dayım qızı gilə. Mamasının ad günüdür. Ora gedirik oturmağa. Belə çıxaq, gedək. Bakıya gələndən qonaqlıq vlogu yükləməmişdim. Düzdür, qonaq getmişdim, amma çəkməmişdim. Bu da denok. Belə, Fidaşka da hazırdır. Geyinək, gedirik. Ayaqqabılarımızı geyinək, çıxaq, çıxın. YouTube'da ifşa olundunuz. Düşdüm biraz həyətə. Uşaqların səs-küyündən. Düşmüşəm həyətə. Biraz dedim həyəti göstər. Ay, Pini sakit ol. Nar ağaçları görün, nə gözəl gətirib. Narlar nə gözəl gətirib. Hə. Geçin. Burada gülləri. Samçaqlar niyə bunun dibinə qoymuşsunuz? Elə belə? Hə. Bu nə gülüdür? Bax, bundan məndə olmayıb. Cüzələrə veririk sarımsağı. Niyə? Burada cücələri var. Bura düşək baxaq. Cücələri var. Cüp-cüpləri var. Cüp-cüp-cüp-cüp. Gəldim, burada da cücələri tapdım. Mən baxmışam. Cüp-cüp-cüp. Ay Allah, bunların patlıcanı var. Biber. Atın əkmiş də bunları. Ay, biber bitib. Bu qarğıdalıdır da, eləmi? Deyəsən hə. Deyəsən hə? Bu nanədir, bu yaşıl nanədir. Bu da. O nədir? Bu da Nəsə ağacıdır. gilas ağacıdır. Bu da nədirsə bax, xiyar deyil bu. Yox, bu lobiyadır. Lobiya, mən lobiya oxşatdım. Burada heç nə yoxdur ki. Orada da olmaz. Yox, bura bax. Yo. Ay. Burada baxın. Biberlərə bax. Hə, gördüm. Badımcanlarına baxın, bunların Fərruxgilin kiçik təsərrüfatı. Fərrux dayım qızıdır, yeni qoşulanlar üçün deyim. Burada təzəsi də var, belə bax, bitməmişi. Belə olur, sonra fırlanıb badımcan olur. Ay Allah, bunların biberləri də var. Su gəlmir, yaxşı sulayasız. Su problem. Bu şeydir, bu nəyinsə yarpağı da tutmaya qoyulur. Mən elə bilirəm. Onda nədirsə bilmək. Elə 3 dənədir badımcanı. Çox. Götürmüşdü də mənəm. Götürüb, hə? Cıp-cıplarını göstərdim sizə. Burada sarımsaq əkməmisiniz? Hə, yox. Sarımsaq iyi var, hə? Ondan Cüzələrə gəl. veririk, onu bilirik. Hə. Niyə verirsiniz? Qurtlar olmasın deyib. Burada ağaclar. Şunda var deyə, o deyə yaşıl. Hə, deyib, burada da var. Hə. Heç görməmişdim sizin karalyokavuz. Əvvəl burada bəs şeylər var idi, axı çoxlu qızıl güllər. Qırdınız onları. 2 dənə qaldı. Hə. Bu ağ qızıl güldə, o roz bu qırmızı. Hə, bu şamaqların qızıl gülü. Şamaqda hansı qafiyyə getsiniz? Bu. 2 dənə ağ qalıb. Sağ ol. Hə. Gətirmişdi heç bu il. Elə. Gətirmişdi. Nərgiz bizə bağı gəzdirir. Ağacın qabağında nar nə qədər dolu, arxası hələ çiçək açıb. Çox maraqlıdır. Bunlar neynir belə? Karalyoklarına baxın. Ha, gətirib yaxşı. Hanı pomidor? Gedək, hələ pomidorları da var. Pomidoru dipçəyə əkiblər. Baxın. Dipçəyə əkmişsiniz eləmi? Burada da var. Nə qəşək. Pomidor. Bax, bu da qəşək güdür. Bundan məndə yoxdur. Gərək Fərruxa deyim, ondan mənə qıça versin. Bu da dolu deyil, içərdə də var. Elə. Bir də o da qızıl güldür. O. Orada da 2 dənə badam ağacı var. Hə, gedim onlara da baxarım. Orada kimi? Kaktüsdür. Hə, bundan məndə də nə qədərdir? Bir də olar. Hə, o da qəşəkdir. Ana. Buranın su gəlir, hə? İndi gəlmir, amma gəlir. Qoşanda gəlir, hə?
Hayır, göl çiçeği. Da quzuları. Bu başqa da Bizdə də belə olacaq. Hayır. qırılıb hə, külə yaşırdır. Yox. Hə. Bir kəsə səraba görmüşdü. Hə. Bizi niyə çıxırsan? Belə bu da manqal olacaq da, eləmi? Hə. Belə qısa həyətlərini çəkirəm sizə. Orada da cüp-cüpləri. Ha tərəfdə. Belədir də, çox istərəm. Gedək. O da narahatdır, 2 dənə. O birisi həyətlərindədir. Aha. Az gətirdi eləmi? Hə, ikisi də gətirmişdi. Yox, çox gətirmişdi. Badam. Çöldülər. O- Bu da başqa mağazaydı. Bu da qırdı. Niyə? Nə bilim. Yaxın deyəsən. Cücələr var orada. Çıxmaz da. Qoy baxın bunların. O tərəfdə də toplarımız var. Çolpalar. Çolpalar. Cəbrə çıxsın bayra. Cəbərə çıxsınlar çəkək. Küçü deyil. Nə küçük də deyirlər yoxsa? Cip. Şivəni Həyasız. Nə pis səsin var. Eyb yox, incitmə. Hello. Nuray orada. Ulanma. Birdən cücələr qorxdu. De oradadılar. Çəkə bildim. Çıxırıq. Çıxaq. Baxdım. Siz olmasaz olmaz. Siz olmasaz olmaz. Ben ne gördüm az önce? Ne gördün az önce? Buradan da eve çıxışdı Fərruxgilin evinə. Çıxım evə. Burada ayaqqabını çıxart. Burada şəpit çoxdur. Şəpit geyin. Geyin çoxdur. Burada indi süfrə hazırlayır. Burada çay içib, tort kəsəcəyik. Belə eyvandır da, evin qabağı. Belə də girik evə. Allah elə. Yolum yoxdur ay qızım Allah. Nərgiz, bayaqçı kadıram. Vilka qaşı. Hə. Əl sallayım. Nuray. Uşaqların yeri orada ən yaxşı yer. Biz gəldik. Artıq evdəyik. Kondisioneri qoşdum. Hamama girən hamama girdi. Çıxan çıxdı. Deməli, yoldaşıma yemək hazırlayıram. Həm də uşaqlar axşam yeməyi olaraq. Qızım gəlmədi Fidan. Xalası ilə qaldı. Xalası gildə qaldı. Onlara getdi. Dedi bir gün, 2 gün qalım mama gələrəm. Keçən səfər də istəyirdi, qoymamışdım. Ona görə bu dəfə qoydum. Belə qəşəng makaron süzürəm. Bir də belə üzərinə hər şeydən, deməli içərisində markov, qırmızı biber, hər şey, sarımsaq, soğan, nədir o, yaşıl biber, acı biber, hər şeydə doğramışam. Belə sulu bişirmişəm. Baxın, belə bişirmişəm. Deməli, bunu makaronun üzəri üçün bişirmişəm. Makaron tökəcəm boş qaba, üzərinə də ondan. Sadə makaron bizdə sevilmir. Ona görə üstünə hələ qatıq da gəzdirən olur. Belə qarışıq, qəşəng bişirmişəm. Axşam yeməyimizi də belə yeyək. Sonra dincələk. Bu günlük də belə olsun vlogumuz. Yeməyimiz baxın, belə hazır oldu. Çox qəşəng alındı. Belə həmişə eləyənəm. Qatıq da qoyduq üzərinə. İndi yesinlər uşaqlar. Amma Aylin orada fokus çıxardır. Çoban salatı eləyir yeməyinin üstünə. Belə istəmədi bu mamamın olsun. Bu da Dənizin. Özümə də birazdan bəlkə az tökərəm. Elə də çox acdığım yoxdur. Aylin tez ol da. Tez ol gəl yeməyin ye. Daha gecdir. Yoldaşım hələ gəlməyib. Gec gələcək bugün. Öz evimizdə gedib, orada işlər görür.
Ora getsəm çəkiliş eləyəcəm sizin üçün. Evlə bağlı başımız çox qarışıqdır. Mən də istəyirəm dəfələrlə vloq atım, sizlə söhbət eləyim. Yəni mən necə deyim, hər biriniz artıq ailəmdən biri olmusunuz. Çünki mən vloq yükləyirəm, baxırsınız, oradan yazırsınız, mən sizə cavab verirəm. Elə bilirəm bir yaşayırıq da həyatı. Hə, amma başım biraz qarışıqdır. Bir də bəyənmə düymələrini əksik etməyin, like düymələrini. İzləyin, tanışlarınızla bölüşün ki, mənə də motivasiya olsun. Dəstəyinizi əsirgəməyin, çox xahiş edirəm. Belə inşallah ki, yeni evimizə köçəndə bol-bol vloqlar gələcək. İndi biraz başımız qarışıqdır, evlə bağlı. Hər şey üst-üstədir, yoldaşımın üzərindədir. Ona görə necə deyim, elə şeylər var ki, yəni tam açıb inşallah ki, gələcəkdə danışarıq bu barədə. Belə hər şey yaxşı olar inşallah. Allah bütün hamı ev tikənlərin, ondan sonra işi çətində olanların hamısının işindən asanda salsın, bizlər də onun içərisində. Aylin deyir ki, mən də yeməyimi göstər. Qatığı qoy xaladenkə bəs olur da. Gətir yeməyimi göstərim sən də xalalara. Göstərdiniz mənki qalb. Aha. Deməli Aylin burada özü üçün necə hazırlayır. Nənən gəlmədi iyi. Deməli qatıq qoyub özünə, pomidor doğrayıb özü eləyib. Xiyar, soğan doğrayıb belə makarnanın da altına qoyub. Beceriksiz oldu ama. Yox, beceriklidir, qəşəngdir. Özü üçün yeyir orada. Nuş olsun aşkıma, çiçəyimə. Allah düzəndi də mənim balam ki. Çox qəşəngsən sən. Çox deyir ev paltarındayım, saçımı falan yığmamış. Sən həmişə gözəlsən. Xalalara salam elə. Sağ ol elə daha doğrusu. Sağ ol xalar, çoxlu. Öpürəm sizi, sevirik. Sağ olun. Bu videomuz, vlogumuzu da burada yekunlaşdıraq. Növbəti videolarda, vloglarda görüşmək ümidi ilə. Hələlik. Seni bu